Salam əziz abituriyentlər, bugün sizlə ümumi daxili məhsul və ümumi milli məhsul üzərində olan məsələlərin həllinə baxacağıq. Yəni sizin deyiminizlə ÜDM və ümumi məsələlərini izah edəcəyik. İlk öncə gəlin baxaq ÜDM nədir, ümumi nədir? ÜDM ümumi daxili məhsuldur. Bu nə nəzərdə tutur? Ölkədəki xarici şirkətlər, ölkədəki yerli şirkətin birgə qazandığı pul ümumi daxili məhsuldur. Məsələn, neft sektorunu götürsək, ölkədəki xarici şirkətə Lukoil deyə bilərik, ölkədəki yerli şirkətə isə SOKAR deyə bilərik. Ölkədə SOKARla Lukoilin qazandığı pul ümumi daxili məhsuldur. Ümumilli məhsul dedikdə isə ölkədəki yerli şirkətlə həmin o şirkətin xaricdə qazandığı pul nəzərdə tutulur. Yəni SOKARın Azərbaycanda olan şöbələri ilə SOKARın xaricdə olan şöbələrinin birgə verdiyi gəlir ümummilli məhsul adlanır. Aşağıda isə bir test nümunəsi görürsünüz. Həmin test 2022-ci ildə qəbul imtahanına düşmüş test modelidir və indi sizinlə həmin testi həll edəcəyik. Məsələdə bizə bildirildi ki, ümumi daxili məhsulun həcmi 76 milyard dollardır və qeyd elədik ümumi daxili məhsul hissəsinə. Ümumilli məhsul isə 80 milyard ABŞ dollardır. 80 milyarddır. Ümummilli məhsulun xaricdəki həcmi 23 milyarddır. Ümummilli məhsulun xaricdəki həcmi 23 milyarddır. Və salam, artıq sadə bir riyazi məsələ kimi həll edə bilərəm. 80-dən 23-ü çıxacaq. Çünki xaricdəki yerli şirkətlə ölkədəki yerli şirkətin cəmi ümummilli məhsulu verməlidir. Yəni o qazancın cəmi bizə ümummilli məhsul verir. Mən bilirəm ki, xaricdə 23 milyard qazanıblar. Deməli, neçə milyard qazanmalıyam ki, 80 olsun. 80 çıxılsın 23. Qalır 57 milyard. Deməli, ölkədəki yerli şirkət 57 milyard qazanır. Məndən sualda istəyir ki, xarici şirkətlərin ÜDM-də payı neçə faizdir? Birinci, xarici şirkətlərin ÜDM-də payını tapmalıyıq. Daha sonra onu faizlə ifadə edəcəyik. Ümumi daxili məhsulda ölkədəki yerli şirkət 57 milyard qazanırsa, xarici şirkəti tapıram. Yenə bu ikisinin cəmi 76 verməlidir. 76-dan çıxıram 57-ni. Qalır 19 milyard. Deməli, mənim xarici şirkətlərimin ölkədəki gəlir payı 19 milyarddır. Və mənə lazımdır ki, bu 19 milyard ÜDM-də neçə faiz tutur? Yəni, mənim 76 milyardım 100 faizdirsə, 19 milyardım neçə faizdir? Artıq bu riyazi sadə bir məsələdir. İstər tənasüblə, istər faizin tapılması ilə bunu həll edə bilərsiniz. Deməli, ümumi daxili məhsulda xarici şirkətlərin payı 25 faizdir.